Her şeyin bir dəyirmanı var. Sözün də dəyirmanı var. Ağlın da dəyirmanı var. İdraşın da dəyirmanı var. Zamanın da dəyirmanı var. Yani dəyirman her şeyin sonluğu deməkdir. Biz geldi sonluğa çatdıq. İnşallah gələcək görüşlərimizdə mən beynimi daha yaxşı itiləyəcəm. Gene bir haşiyə çıxmaq istəyirəm. Bizim həyətə bir bıçaq itiləyən gəlmişdi. Qayıtdı ki, bıçaq itiləyirəm, qayçı itiləyirəm. Dedim, dayan görüm. Nə itiləyirsən sən? Dedi, bıçaq itiləyirəm. Dedim, bir ona avazla yenə oxu. Biraz utana oxudu. Dedi, bıçaq itiləyirəm, qayçı itiləyirəm. Dedim, burada saxla. Dedim, çox gözəl eləyirsən sən. Amma bundansa sən ağıl itiləməyin daha yaxşı olar. Sən bizim bu cəmiyyətimizdə olan ağılsız adamların ağılını itilə. O bizim bəşəriyyətimiz, cəmaatımız biraz da qabağa geçsin. Razı qaldı mı? Dedi, bəli. Mənim əzlərim, mən hamınıza Henry Heyne dedi ki, mən məhəbbətim üçün keçərəm canımdan, azadlığım üçün keçərəm məhəbbətimdən. Öz-özümə fikirləşdim ki, bu boyda dahi Heyne niyə bu sözü deyibdi? Səndə mi azadlıq iki element imiş? Bir udum hava, bir də günəş zərrəsi. Mənim 9 yaşım olardı təqribən. Mən tif xəstəliyindən kör olmuşam 1 il. Mən günəş zərrəsini daha yaxşı duyan insanlardanam. Homer kimi, Aşıq Veysel kimi. Mən sizə bax bu iki elementi arzulayıram. Bir udum hava, bir günəş zərrəsi. Sevməyi bacarın mənim əzlərim. Əgər sevməyi bacarsanız, sizi sevəcəklər. Sizə öz təşəkkürümü bildirirəm, can sağlığı diləyirəm sizə. Yəni can sağlığı diləmək bizim əlimizdədir. Onun şifrlərini yenə yerinə yetirilmək ulu xilqətin əlindədir. Sizi mən ulu xilqətə həvalə edirəm. Sağ olun.